Salam əziz dostlar, xoş gördük. Həm olar ki, salam aleyküm əziz dostlar, xoş gördük. Həm salam olsun, həm o adamlara ki, o dostlara, o vətəndaşlara, o dildaşlara, o qardaşlara ki, bu videoya canlı baxırlar və həm salam olsun o adamlara ki, bu videonu yayacaqlar, yoldaşlarına göndərəcəklər və onlar da qulaq asacaqlar. Və habelə salam olsun o adamlara ki, sonralarda mənim bu kitab oxumağımı görüb çalışacaqlar, mənə qələt tutsunlar, çalışacaqlar, taza baxışla kitab oxusunlar və bunları düz oxusunlar. Hər halda bu əfv eləməli deyil ki, 55 il ömrüdən sonra türkünü oxuya bilmirik. Bu əslən əfv edici deyil. Amma dostlar, bu günlər üçün həm mən iş üstəyəm, biraz istirahət vaxtımdan qoyacağam, yeməkdən, içməkdən keçəcəyəm və həm də sizlərə bir vaxt olacaqdır. Onun üçün sürətlə oxuyayım bir səfər və gedək qabağa. Kitabımızın adı ki, oxuyuruq, türkçülüyün əsaslarıdır və Ziya Gök Alp bunu yazıbdır. Azər-El adlı bir dostumuz da bunu tərcümə etməyin 1392-ci ilində tərcümə yox, çeviribdir. Latincədən, Latin əlifba türkcədən, Latin əlifbasında yazılmış türkcədən, ərəb əlifbasında yazılmış türkcəyə. Biraz da Azərbaycan ləhcəsinə. Bunu da əlavə edeyim. 16 səfəni oxumuşuq, 17-ci səfədən oxuyurduq. Dedi ki, bu Gök Alp dedi ki, biz bir tarixə baxışırıq ki, Türkiyədə, bugünkü Türkiyədə, Osmanlının son dönəmlərində, yəni iki son imperatorun dönəmində başlanan bir hərəkət ki, İstanbulda başladı və türkçülük adlandı bu, ya türkoloji adlandı danışqahlarda. Bunun liderləri kimdir? Kimlər başlayıblar türkçülüyün əsaslarını yazmağa? Yəni, bu əsasları bilmədən bir nəfər türkçü ola bilməz. Hətta biləndən sonra bunlara təqlid eləməsə, yəni bunları özlərinə qiblə-i aləm görməsə, Kəbə-i amal görməsə, ondan türkçü çıxır. Amma türkçülüğün əsaslarını bilməyə. Bildi, əməl eləməyə. Bu adam türkçü deyil. Məlumatı var, amma türkçü deyil. Tamam, 17-ci səfədən başlayırıq. Geçəncə bir danasını tanıtdırdı türkçülərin birinin, Əhməd Paşa adında. Bu səfər Süleyman Paşanı dedi. Süleyman Paşadan da biraz oxuduq. Görək Süleyman Paşa həman adam oldu ki, əskəri oxullarda, yəni nizamiyyələrdə, padğanlarda türkü aparır. Tamam kitabları ki, ayrı məmləkətlərin dillərindən çevirəcək əskərlərə, örgədələr, sərhəngilərə, timsarlara, nə bilim, əfsərlərə, sərbazlara örgədəcəklər. Onların dedi, hamısını verdim mütərcimlərə, amma tarixi, türk tarixini verənmərəm. İki dəlil dedi, niyə? Bir dedi, bizim dinimizə və bir dedi, millətimizə qərə yaxırlar. Bunun üçün tarixi çevirməzlər, tarixi yazarlar. Tarixi də yazanda millətçi olaraq, o bizim dostlarımızdan biri çox möhtərəm, çox alicənab bir şəxsiyyətdir. Mənim ustad dediyim bir insandır. Mən hər adama ustad demərəm. Doğrusunu desək, mən ömrümdə bəlkə 2 nəfərə ustad demişəm. Danışqahdan sonra, danışqahda hamıya ustad deyirlər. Onda İranda danışqahda ustad deyirlər, yoxsa ondan sonra. Amma ehtiramən, məlumatına görə, düşüncəsinə görə ustad deyəm, Dr. Ziya Sədrül-Əşrafiyə ustad demişəm. Çəkmirəm, bura üçün nəqd eləyəcəyəm hərdən onun əsərlərin. Məsələn, dostumuz bir dənə gözəl türkçə kitab yazıbdır. Gözəl. Azərbaycan tarixində bir dövrəyə aid bir kitab yazıbdır. Amma o kitabda dostumuz istinad edir, mənbələri, qaynaqları haradır? Farsı kitablardır və xaricəlilər yazan kitablardır. Tamam, biz düşmənimizin kitabına istinad edib kitab yazsaq nəyə çıxar? Özümüzü qaramaqdan sonra bir şey yazmaz. Çünki bizim kitablar, bizim tariximizi yazan, əgər yazıblar, diqqət buyurun, özümüz də kitab yazmışıq. Baxın, bir
İndi biz bunu Günas TV-də çalışırıq, danışırıq, amma təəssüflə adam yoxdur, tapanmıram adam. Varsa ha, mən tapanmıram ki, gələ Günasda deyə ki, ağa, bizim tarix yazanımız da var. Amma geçən 100 ildə qoymayıblar oxuyaq, filan kəs tarix yazıb, Türk tarixi yazıb. Necə ki, indi biz bunu oxuduqdan görürük ki, Türk tarixi yazılıb. Amma bizlərə qoymayıblar. Bir də bizə deyiblər ki, Türkiyələr, Şimala, Rusiya Azərbaycanları. Türkiyələr, bunlar siz deyilsiniz. Xoş, biz kimik bəs? Biz göbələkmiyik. Biz yerdən çıxmışıq. Biz dünən çıxmışıq bu torpaqlarda. Yox. Bizi qırmaq üçün bunu deyiblər. Azəri, nə bilim filan. Bunlar bizi Türk millətindən qırmaq üçündür. Türk milləti bir millətdir. Bu Türk millətinin bir tarixi var, qolları var. Müxtəlif şaxələrə bölünüb, qollara bölünübdür, qol qanadı var. Bu qol qanadların hərəsinin bir tarixi vardı, biz onları. Tamam. İndi Süleyman Paşa həman adam oldu ki, gəldi tarix, indi Türklərin tarixin yazır. İndi görək bu nədir? Süleyman Paşa bundan başqa Cövdət Paşa kimi dilimizin qrameri ilə ilgili bir kitab da yazdı. Diqqət buyurun, tarix yazan bir insan dilində üçün yazır, dilin qramerin yavaş-yavaş örgəşir. Onun üçün deyir ki, bu tarix kitabından başqa Süleyman Paşa, başqa yəni əlavə, daha Cövdət Paşa kimi, Cövdət Paşa ki, Türk dilin qramerin yazdı. Əlbəttə bilirsiniz də, əvvəlcən Türk dilin qramerin ingilisli yazıbdır, sonra nənəsi onu Fransaya çevirib, 2 dəfə bizə onu satıblar. Dilimizin qrameri ilə ilgili, dilimizin qramer dedik dünənləri latincə sözdür, ingiliscən, Fransədən, latindən gəlmə bir sözdür. Qaidələr, qəvaid ərəbcəsi, qurallar, türkcəsi qural. Dilimizin danışma və yazma qurallarıyla ilgili əlaqədar bir kitab da yazdı. Tamam. Fəqət bu kitaba Cövdət Paşa kimi Qəvaid-i Osmaniyyə, Osmanlıca quralları adını vermədi. Diqqət buyurun, o Osmanlıca bir kitab yazmışdı, Osmanlıca dili, Osmanlıca Türkiyyə. Yəni Türkçi ki, Osmanlıcadır. Deyir ki, amma bu Süleyman Paşa, Cövdət Paşa kimi kitabının adını qoymuşdu. Qəvaid-i Osmaniyyə, Osmaniyyənin dilinin qaidələri, onu, quralları, deyir, onun kimi adını vermədi o cür bir ad. Nə qoydu adını görək? Çünki dilimizin türkcə olduğunu bilirdi. O bilirdi ki, bizim dilimiz türkcədir. Yəni Süleyman Paşa. Amma bunun müxtəlif dillər, ləhcələri var. Azərbaycan ləhcəsi var, Osmanlıca ləhcəsi var, Türkməncə ləhcəsi var, Qırğızca ləhcəsi var və bunlar müxtəlif cürbəcür, çeşitli bizim dilimizin zənginliyidir. Cəlibdir dostlar, bizim bəzi dostlarımız deyirlər ki, Azərbaycanda məsələn ləhcəcə yazmayın, ədəbicə yazın. Yox, Azərbaycanın özündə Qəradağın bir ləhcəsi var, Ərdəbilin bir ləhcəsi var, Moğanın, Ərdəbilin, onların bir ləhcəsi var, Zəncanda bir ləhcə var, Qərbi Azərbaycanda bir ləhcə var, Şəbistər ətrafında bəlkə bir ayrı ləhcə var, Qəzvində bir ayrı ləhcə var, Həmədanda bir ayrı ləhcə var, Şimalda bir ayrı ləhcə var, Qəşqailərdə bir ayrı ləhcə var və bunların hərəsində bir zənginliklər var, gözəlliklər var. Bunlar bizim dilimizin gözəlliğidir. Biz bunların hangisini kəssək bir bəhanə ilə, türkçülük bəhanəsi ilə, vətənçilik bəhanəsi ilə, ədəbi dil bəhanəsi ilə əslində qətlə əl qoyuruq. Və bu qətl adam qətlindən daha ağırdır. Çünki Süleyman Paşa dilimizin türkçə olduğunu bilirdi və Osmanlıca adı altında 3 dildən yapılmış bir dil olmayacağını anlamışdı. Deyir ki, Süleyman Paşa anlamışdı ki, Osmanlıca adı altında olan, yəni Osmanlı türkçəsi dediyimiz bir dilin 3 dildən yapılmış, təşkil tapmış, düzəlmiş, yapılmaq bilirsiniz, düzəlmədir Azərbaycancada, yapılmış bir dil olmayacağını anlamışdı. Deyir ki,
Türkçe belə deyil ki, 3 dildən yapışmış bir dil olsun. 3 dil nə idi? Ərəbcə, Farsça və Türkçə. Osmanlılar bu 3 dili qatırdılar, işlədilər. İndi məsələn bizim ədəbi adamlarımızın bəzisi, idari adamlar xüsusən İranda Türkcəmizi bizim Türk danışırlar zahirən. Amma çox Farsça, amma Farsın da %80'i, %70'i Ərəbcə olduğu üçün çox Ərəbcə, ondan sonra Farsça və axirdə bir zərədə ona Türkü qatırlar. Bunu istir desin. Süleyman Paşa bu konudaki düşüncesini Ta'limi Edebiyyat-ı Osmaniyye parantez arasında Osmanlı Edebiyat Öğrenimi adıyla bir kitap yayınlayan Ricayizade Ekrem Bey'e yazdığı bir mektubda meydana koydu. Dikkat buyurun. Deyir ki Süleyman Paşa bir dənə məktub yazdı bir dostuna. Adı nədir? Ricaizadə Əkrəm bəy. Ona bir məktub yazdı, bir namə yazdı. Bu namədə, məktubda açıqladı ki, o bir dənə kitab yazıbdı. Kitabın adı Ta'limi Edebiyyat Osmaniyyə. Osmanca türkünün beləsi deyək. Osmanca türkün ləhcəsinin ədəbiyyatının təlimi, öyrətimi. Osmanlı ədəbiyyat öyrənimi. Bu adda bir kitap deyir ki, adıyla bir kitap yayınlayan, yayan Rəcai Kərəmə belə bir şey yazıbdır. Bu məktubda deyir ki, nə deyir bu məktubda? Osmanlı ədəbiyyatı demək doğru deyildir. Süleyman Paşa deyir ki, biz əgər türk dilində danışırıq, desək ki, Osmanlı ədəbiyyatı, bu nə deməkdir? Hangi dildir? Osmanlı dili bir dildir mi? Osmanlı ədəbiyyatı demək doğru deyildir, doğru deyil. Ayrıca dilimizə Osmanlı dili və millətimizə Osmanlı milləti demək yanlışdır. Ayrıca, yəni əlavə, bundan əlavə, dilimizə Osmanlı dili edək, millətimizə deyək Osmanlı milləti, bu da yanlışdır. Çünki Osmanlı təbiri yalnız dövlətimizin adıdır. Diqqət buyurursun, nə diqqətinə istircə şeyləsin, ayırt edir. Çünki dövlətimizin adı Osmanlıdır. Millətimizin adı yox. Millətimizin adı isə yalnız türkdür. Bir əgər isə əgər millətimizin adına görə danışsaq, yalnız türkdür. Türk, sadəcə türk. Burada yalnız sadə gəlir, ya təkcə. Təkcə türk kəlməsi, türk. Bu səbəblə dili də türk dilidir. Yəni, əgər millət özü türkdür, dili də türkdür. Bu səbəblə, bu dəlilə görə dili də türkdür. Türk dilidir. Ədəbiyyatımız da türk ədəbiyyatıdır. Pəs, türk dilindən nə mənə törənir, dil haqqında, şeir, fəlsəfə, irfan, hər nə mənə ki, bu dildə deyilir, yazılır, bunlar da türk ədəbiyyatı hesab olur. Ədəbiyyat çox bilirsiniz, dərin bir sahədir də. Hər sahəni tutur, hər şey ki, danışılır ağızdan, dildən çıxır. İndi o tapmaca olsun, nağıl olsun, hikayə olsun, roman olsun, şeir olsun, həmasə olsun, qəzəl olsun, rübai olsun, nə olursa olsun, hər nə adı qoyulur, qoyulsun. Onların hamısı bizim ədəbiyyatımız, aşıq nağılları olsun, hikayələri olsun. Bunların hamısı bizim ədəbiyyatımız hesab olur. Süleyman Paşa əskəri oxulların ilk qismində oxunma üzrə Əsma-i Türkiyyə, Türk ismiləri parantez arasında tərcümə edildi. Əsma-i Türkiyyə görürsünüz, diqqət buyursaz, bir ərəbdir, bir türkdür. Hətta türkünü də ərəblədir, Türkiyyə, ərəbi şəklində edir, yəni. Ərəb tərib edir, ərəbi dilinə çevirir. Deyir ki, Süleyman Paşa əskəri oxulların ilk qismində oxunmaq üzərə Əsma-i Türkiyyə, parantez arasında türk isimləri adlı kitabı da
Osmanlıcanın etkisi altında Türkçe kəlmələrin unudulmaması amacıyla yazmışdı. Bir dənə də daha kitap yazdı. Buna göre ki Osmanlıcada, yani Osmanlı Türkçesinde ve Osmanlı ləhcəsində Türkçe olan bir şeyler unudulmasın, yaddan çıxmasın. Neynədir? Gəldi bir kitap yazdı. Ve bu kitabı medreselerin nizamiye, ordu, erteş medreselerinin birinci derslerinde bunu qərar verdi. Onun için ilk, yani əvvəllərdə başlanğıclarda qismında oxumaq üzere dersi oxumaq üçün, yani taza bir adam ki gəlir istir derse başlasın medresede, ona derslerin biri de ne oldu? Əsma-i Türkiyə, Türkçe adlar kitabı. Ki Osmanlıcanın etkisi altında, yani Osmanlı Türkçesinin təsir altında kalarak bu kitabı neyləmişdi? Yazmışdı ve orada Türkçe kəlmələri unudulmaması için onu toplamıştı. Görünür ki, Türkçülüğün ilk babaları Əhməd Vəfiq Paşa ile Süleyman Paşadır. Pəs belə olur da Türkçülük bir ideolojidir. Yaşam, millət üçün əslində ideoloji deyil, bir millətin yaşamıdır. Beləsi deyək. Bir millətin milli mənafiyi əsasında yaşamı olur türkçülük. Çünki türkçülük öz milli mənafiyi üzründə yazılsa olur türkçülük. Bunların ilk babaları kimdir? Bunların ilk fikir babaları kim olur? Əhməd Vəfiq Paşa ve Süleyman Paşa. Türk ocaqlarında, ocaq bilirsiniz biz orada od yandırırıq, odun dövrəsində otururuq. Ocaq pəs bir yerdir ki, onun ışığı var, bir istisi var ve insanlar onun dövrəsində durarlar aramişdə. Diqqət buyurun, əsəbani olmazlar. Ailə kimi, dost kimi onun dövrəsində toplanırlar. Onun dövrəsində hoş xatirələr yaradarlar. Gözəl bəhslər olar, şirin bəhslər olar, xoş olar. Bunlar bir-birlərinə vəfalı, sıfalı sözlərlə danışarlar. Bir-birini haykırçılıq eləməzlər, küsməzlər. Yemaqlar müştərək olar. Bunun üçündür ki, görürük, bu ocaq, indi buradan bir təbir alıblar. O yerdə ki, insanlar toplanırlar, fikir eləyər, ona ərəbcədə əncən, türkcədə dərnək, ya ocaq deyirlər. Niyə? Çünki yenə də o ocaq orada yanmasa da, ona tay insanlar onun dövrəsində otururlar, bir-birləri ilə səfa və məhəbbəti ehtiramla danışırlar, fikir verirlər, fikir alırlar və müştərək paylaşırlar hər şeyi. Yemağı, içmağı, gəli, gedi paylaşırlar. Bizim hətta bu Kanadada belə bir ocaqlarımız var. Adı ocaq deyil. Biz burada adlarına community deyirik ya, adlarına society deyirik falan bəhman. Bunlar biz orada toplananda, hə dostum mən gedirəm ora, mənim maşınım var, gəl götürüm gedək ora. Yemək hərə nə gətirir, gətirsin. Hərə bir şey gətirir orada. Hətta bəzən orada bir məsul vardı, oranı açır, bağlı, təmizləyir, filan edir. Yəni nə işlir, yox. Bu göllüdür, müftədir. Zamanın qoyur, vaxtın qoyur da xidmət edir insanlara, təmizliğini saxlayır bəzən. Hamı köməklik edir əlbəttə. Nəinki o tək süpür. Məsələn, hamı görürsünüz kravat boğazında başladı, hərə bir süpürcə götürübdür. Biri miz daşıyır, biri səndəl daşıyır. Biri aşqalları bağlır, aparır aşqal qabına. Hamı da döhtürdən mühəndisdən, yəni hamı özümüzə taydı. Yəni orada məsələn bir nəfərə deyə bilmərik, bunun savadı azdır, onun savadı çoxdur, bu döhtürdü, o mühəndisdir. Belə bir şey yoxdur. Mənim adım İnsaf Əlidir. Məsələn süpürgəçiyəm, onun da adı Həsəndir, döhtürdür. Amma o Həsəndir, mən də İnsaf Əliyəm. Çünki biz bura işimizlə gəlmirik. Biz bura adamlığımızla, milliyimizlə gəlirik. İşimiz bizi tanıtdırmır, biz işimizi tanıtdırırıq.
Yəni mənim əgər işim ruznameniqaridir, ruznameniqari məni tanıtdırmır. Mənim şəxsiyyətim ruznameniqariyə etibar verir. Əgər onun işi döydürürük, onu adam eləmir. Bəlkə odur ki, döydürürüqə etibar verir. Bunun üçün bizlər burada toplanırıq, ocaq. Orada oturmuruq, amma otururuq, indi miz dövrəsində otururuq ya, hər nə cür otururuq orada və orada danışırıq, deyirik, gülürük, sözlərimizi mübadilə edirik, hətta ailələrimiz haqqında danışırıq, dostlarımız haqqında danışırıq, müşkillərimiz haqqında danışırıq, işsizlik, iş axtarmaq, yəni hər şey haqqında danışa bilirik. Amma bunların da içində bir dənə əsli bəhsimiz var. Məsələn, bu illəri, keçən illəri qərar idi ki, bir dənə filsufa görə danışaq, amma bu Covid gəldi, virus gəldi və biz bu oturumlarımız indi 16 aydır ki, dostları görənmirik, təəssüflə. Hər halda əncümənlərə ocaq deyirlər, istədim bunu deyəm. Və ocağın da dedim ki, nə cür olur. Və digər türkçü quruluşlar da bu iki türkçülük öncüsünün böyük boyda rəsmilərini asmaq, rəsmlərini asmaq, dəyərbilirlik sayılır. Deyir ki, bu ocaqlar ki, düzəliblər, türk ocaqları və digər türk quruluşlar, yəni türk dili haqqında ədəbiyyatı, tarixi, hətta danışahı filanlar, qurullar da, yəni o təşkilatlar. Deyir, bu iki türkçülük öncü yəni öndə gedən, qabaqcı, lider, rəhbər. Deyir ki, öncü ya öncünün qabaqda gedəninin böyük boyda rəsmlərini, yəni onların böyük əkslərini asırlar divarlara. Niyə? Asmaq da ki, bilirsiniz, asmaq yəni avizən kərdən farsça. Asırlar, asmaq, rəsmlərini asmaq, dəyər bilirlilik, dəyər ərziş, qiymət, qədir bilmək, qiymət bilmək, ərziş bilmək, dəyər bilirlilik, yəni qədirdanlıq üçün asılır, sayılır, beləsi sayılır. Yəni deyir, həmam dərnəklər üçün düzəlibdir bundan sonra, bu əksi oradan asırlar, buna görə deyir ki, bu adamı ibadət eləsin, yox, qədirdanlıq elirlər, dəyər bilirlilik edirlər, yəni qədirdanlıq edirlər. Türkiyədə Əbdülhəmid bu qutsal axımı durdurmağa çalışırkən Rusiyada iki böyük türkçü yetişirdi. Əbdülhəmidin son dönəmindən danışır indi. Dedik, iki dənə imperatordan danışırdı. İndi Türkiyədə, yenə türkünlü deyil, bu dostumuz bunu qatışdırır. Əbdülhəmid dövründə Osmanlı var. Hələ imperatorluq dağılmıyor. Onun üçün deyir ki, Əbdülhəmidin Türkiyədə Əbdülhəmid bu qutsal axımı, o qutsal müqəddəsin türkçəsidir. Müqəddəs axım, yəni cərəyan. Cərəyan bilirsiniz, farsça bir sözdür. Bir şey ki, axır, su ki dərədə axır, ona deyirlər cərəyan. Cərəyan halındadır. Ya bir hadisə ki, dəvam tapır, məsələn, rahpimalıq dəvam tapır. Buna deyirlər cərəyandadır. Yəni, axır da, axır. Biz bunu türkçədə suya demərik cərəyandadır. Deyərik, su axır. Bir cərəyan gedir, əgər, məsələn, adamlar dərs oxurlar. Bu elə dərs axır da, bu hələ davamı vardır. Onun üçün, qutsal axımı, yəni müqəddəs axım, o cərəyanda olan, hərəkətdə olan, durdurmağa çalışırkən, durdurmaq da bilirsiniz, təvəqqüf elətdirməğa, çalışırkən, yəni fəaliyyət edirkən, yəni Əbdülhəmid çalışırdı ki, bu müqəddəs hərəkatı qabağını alsın, dayandırsın. İndi, biz burada Əbdülhəmidin gözündən də baxa bilirik. Əbdülhəmid bir imperatordur, bu imperatorluğu qorumağa çalışır. İmperatorluğun çox düşməni var, o cümlədən İslah Tələb adında masonlar, framasonlar giriblər dövlətə, millətin içinə, oxullara, universitetiyə, yəni əskəri oxullara,
və insanların düşmənin mənafeyinə çalışmağa cəhd edirlər. Bilirsiniz ki, necə ki Əbdülhəmid diri idi, hələ imperatorluq çox böyükdür. Əbdülhəmid işdən götürüləndən sonra əslində imperatorluq parçalandı. Yəni, əgər islah tələblər, məşrutəçilər Əbdülhəmidi götürməsəydilər, ya onu zəif eləməsəydilər, bəlkə imperatorluq dağılmayacaqdı. Heç olmasa yarısı qalacaqdı. Əbdülhəmid o xətəri görürdü ki, imperatorluğu dağıdırlar bu təcrübəsiz məşrutəçi framasonlar. Xaricdə güclərin muzlu və muzsuz nökərləri. Onun üçün bunların qabağında dayanırdı. Bunların qabağında dayanırdı deyənkən birdən türkçülər də orada bir hərəkət idi. Onun da qabağında istər-istəməz dayanırdı. Rusiyada deyir ki, o zaman ki bu Türkiyədə Əbdülhəmid türkçülüğün qabağını dayandırmağa çalışarkən o zaman da Rusiyada iki böyük türkçü yetişirdi. Misal alma. Alma ağaçda çalırlar, sonra yetişər. Hər şey, meyvə, adam da hətta yetişər. Adam da bilsin necən çaldı, ondan sonra yetişər. Mən bəlkə 45-50 yaşımacan çalıydı. Onun üçün bəli də, mütəəssifanə, indi bəlkə istəyirəm yetişəm, çünki indi başlamışam. Öz dilimdə bir yox var. Bəlkə bu zaman Rusiyyədə 2 dənə türk var. Baxın, yenə də burada bir qavram var. Rusiya işğal elədiyi topraklar demir. Hətta bu türkçüdür, ha, diqqət buyurun. Rusiya işğal elədiyi topraklar demir. Bir Rusiya. Yenə də burada bir təbliğatın altındadır, hətta. Bununla belə ki, türkçülüyün babasıdır, ha. Çünki bu adam bir dövlət adamı olur yavaş-yavaş. Vəzir sahəsinə cincar, düzdür, vəzirliği qəbul eləməyib ki, fikrini deyə bilər. Amma dövlətlərinə bir siyasi alver vardı. Atatürk taza gəlib iş üstə, Türkiyə taza qurulur, düşmənlər güclü, Türkiyə zəif, Türkiyə məcburdur xəsarət versin. Və bu arada xaricə ölkələri düşəndilər, onları Türkiyə əleyhinə kuşkurtmamaq siyasəti var. Yəni, oradan ki, mümkündür, o düşmənləri özümüzün üstünə təhrik eləməyək, kuşkurmayaq. Kuşkurmaq da bilirsiniz də nədir? İti kuşkurarlar filan kəsi tutsun, canavarı tutsun, bir adamı tutsun, ona deyirlər kuşkurmaq, yəni təhyic eləmək. Bunlardan birincisi Mirzə Fətəli Axundzadədir. Mən bilmirəm niyə Mirzə Fətəli Axundzadə türkçə hesab olur. Bu adamın yazıları farscadır. Bir. İkinci, bu adam Rusluların, işğalçıların Azərbaycanda olan kumandanlığının, fərmandehliyinin münşüsüdür. Bu adamın yazırı isə adam əslində nizamidir də, yəni beləsidir. Padğanda işləyir, bir dənə fərmandehi muavinidir. Əlinin altında işləyən dəftərçisidir. Yəni muavindən də şeydir, mordi etimadda, acudandır. Acudan bilirsiniz də, yəni o fərmandehin yanında olar. Fərmandeh nə desə yazar, nə bərnamə desə qoyar və o fərmandehi çox vaxt bu bərnaməsini deyəcək, sən falan yerə getməlisən, falan yerdə danışmalısan, nə danışmalı deyilsən. Bu qədər bir adam ki, Rus imperatorluğunun fərmandehlərinə, nizami fərmandehlərinə, kumandanlarına yaxındır və bu gəlir, kitab yazır farsları, türklərin əleyhinə. Farsların tərəfdarıdır, bəzi şeylərin tərəfdarıdır və nəhayətdə Qacar dövlətinin yıxılmasının tərəfdarıdır. Niyə? Çünki Rusiya oradan bir təhdid hesab edir. Bu Qacar dövləti nə qədər güclənsə, islahat edir, mühəndislik qurur, danışgah qurur. Bunlar gələcəkdə bir güc olanlar və Rusun əleyhinə eləyə bilərlər, bir iş görərlər. Ruslar nə edirlər? Bunu dağıtmağa bir cəng rəvani başlatmalıdırlar.
Kim yaza bilər? Bunu Mirzə Fətəli Axundzadə bir gözəl iş görə bilər. Və bu fars dili, aryaçılıq filan bunları danışır. Mən bunun kitablarını oxumamışam, Fətəli Axundzadəni. Bəzilərin dostlar nəql qol elədikləri yerlərini oxumuşam. Qəzavətim onun əsasında. Amma Fətəli Axundzadə bu yana mənə bir türkçülük fikrində mənə bir fikir gəlirdi. Əgər bir kəsi sizin düşməniz qaynaq olaraq sizə tanıtdırır və onun kitabını çap elətdirirlər, danışqahlarda dəstəyirlər, referens olur, yəni mənbə hesab olur, qaynaq hesab olur. O kitab sizin zərərinizədir. O kitab düşmənin nəfsinədir ki, belə təbliğ edir. Niyə məsələn onun qarşısında yazılan kitabları təbliğ eləmirlər? Yəni, fəqət Azərbaycan türklərin hamısı farsça yazıblar. Azərbaycan türkləri Qacar dövrəmində heç Azərbaycan və türk hökumətini düşünməyiblər, siyasət düşünməyiblər, ordu düşünməyiblər. Ola bilərmi? Yəni, danışqah qoyur dövlət, amma öz adamları, öz siyasi tarixləri üçün düşünmürlər. Ya Qacar yıxılarkən, Osmanlıda türkçülük başlanarkən Azərbaycanda bu hərəkət başlanmıyor. Ya türk dünyasında başlanmıyor. Bunun üçün mən Axundzadəni üçün görürəm farslar bizim başımıza dəyənək olaraq vururlar ki, Axundzadə belə dedi, Axundzadə elə dedi. Yəni çünki türk dedi, siz də qəbul edin ki, Axundzadə türkdür. Mən buradan deyirəm ki, Axundzadə bir türkçü deyil. Axundzadə olsa bir Rus məmurudur. Rus propagandacısıdır. Ola bilər böyük fikir sahibidir. Bu fikri verirlər, yazır, yoxsa özü bu fikri ortaya qoyur. Bu bir ayrı, başqa məsələdir. Ola bilər çox ağıllı bir insandır, çox savadlı bir insandır, çox yazıcı bir insandır, əli açıq bir insandır, fikir açıq bir insandır. Amma Azərbaycancı və türk deyil. Qacar türkünün düşməni aryaçılığın bunyaquzarlarından hesab olur. Deyir ki, Azəri türkçəsində yazdığı orijinal komedilər bütün Avropa dillərinə çevrilmişdir. Ha, nədən bilirik bu adam türkçüdür? Diqqət buyurun. Çünki Azəri ləhcəsində, türkçəsində. Diqqət buyurursunuz, baxıq buyurun, bayaq dediyim məsələ. Hətta Gökalp bir türkçü olaraq deyir ki, Rusiyyədə 2 dana türk yetişir. Demir işğal olmuş türk torpaqlarında. Azərbaycana gələndə dilinə deyir Azəri türkçü, yəni Rusların dilicən və İranların dilicən, Farsların dilicən deyir. Ondan sonra da bir dəlildə bu adam nədir? Türkçə, yəni Azərbaycanı türk qəbul eləmir. Əslində. Azəri bir qol hesablar. Amma bu da türkçə, Azəri türkçəsində komedi nümayişnamə yazıbdır. Orijinal, əsl. Komedilər, gülməcələr bütün Avropa dillərinə çevrilmişdir. Avropa, yəni Avropa dillərinə çevrilmiş onun kitabları, türkçə kitabları. İkincisi kimdir? Diqqət buyurun. İkincisi, o adam ki, Rusiyyədə tapılıbdır bu dediyinə, yəni işğal olmuş torpaqlarda, Krımda, Krım türkləri. Baxın, demir Krım türkləri, deyir ki, Rusiyanın Krımında demir işğal olmuş və bu Krım haradır? Diqqət buyurun, bu Krım Osmanlının bir qoludur. Osmanlı torpağıdır. İşğal olur sonra. Və bilirsiniz ki, bu günə qədər də bunlar bir çoxu özlərini Osmanlı bilirlər. Təbəəsi, Osmanlı təbəəsi bilirlər. İkinci adam ki tapılıbdır, Krımda Tərcüman qəzetəsi. Bir qəzetə çıxadır, Tərcümandır. Qəzetə nədir? Həftəlik, məcəllə. Fikir edim, ya ruznamədir. Qazet ruznamədir, dərgi həftəlikdir. Beləsi olacaqdır. Amma fikir edirəm, o məqtədə gündəlik çıxmadığı üçün
qazet dedikləri, yəni hər gün çıxmırdı. Onlar həftədə bir dəfə, 2 dəfə, bəlkə həftədə bir dəfə çıxırdı. Ona görə indiki ədəbiyyatla ondakı ədəbiyyatın fərqi var. Onda elə qazet deyəndə elə bir ki, məsələn, gündəlik bir şeymiş məsələn. Tez-tez çıxdığı üçün. Çıxaran, yəni bunu çap elirdi, yazırdı və çap elirdi. Çıxaran. Qaspralı İsmail'dir. Adı Qaspralı İsmail. Kırımlı. Ki, Türkçədəki ilkəsi dildə, fikirdə və dışda birlik idi. Bu adam deyirdi ki, bunun şuarı var idi. İsmail Kaspralı'nın, Kaspralı, bunun şəhəridir hətmən Kaspral. Kaspralı, yəni məsələn biz deyirik Ərdəbilli, Təbrizli, Urmulu. Bu da o cür. Kaspralı İsmail deyir ki, 3 dana bunun, bir dana şuarın 3 bölümdən ibarətdir. 1. İlkəsi dildə, işdə, birlikdə idi. Yəni bunun ilkəsi önəmliləri, ilk yəni birinci, əvvəl. İlkəsi yəni bunun ən önəmli istədikləri dildə, fikirdə və işdə birlik idi. Deyirdi ki, dilimizdə də birlik, yəni türklərin birliyi. Fikrimizdə də birliyi, yəni türkçülük. İşdə də birlik, yəni nə edəcəyik? Rahpimalıq edəcəyik, kitab yazacağıq, silah götürəcəyik, nə edəcəyik? Bunların hamısı bir millət kimi. Yəni türklər dünyada bir millət kimi. Yox, məsələn, Kırımlılar yox. Azərbaycanlı türklər yox. Osmanlı türklər yox. Dünyada yaşayan türklər dildə, fikirdə və birlikdə, ittihad, müttəhiddə gərək birlik olaq. Tərcüman qəzetəsini Quzey türkləri anladığı qədər Doğu və Batı türkləri də anlardı. Bu ortaq bir dildə yazırdı o qəzetin tərcümanı. O bir cür yazırdı sadə, təmiz türkcə ki, Quzey türklər, yəni şimali Quzey türklər anladığı qədər, o qədər ki, bunlar onu rahat anlırdılar. Batı türkləri də, yəni Osmanlı, Bulqar türkləri də, o tərəfdəki olan, Avropada olan türkləri də o qədər anlırdılar. Burada demir, Doğu türkləri də, orta, mərkəzi türkləri də anlırdı ya, yox. Biz mərkəzi türkük, mənim nəzərimə. Çünki Türk dünyasına bir pərkar qoyun Təbrizin üstünə, Urmiyənin üstünə, Urmiyənin üstünə bir pərkar qoyun, bir uzun, bir dairə çəkin. O dairənin yarısı Türk məmləkətlərin üstünə düşür və Təbriz mərkəzdə olur. Niyə deyirəm yarısı? Çünki böyük bir misal verim. Urmiyə fikir edin ki, bir üzükdür. Ya Azərbaycan bir üzükdür. Türk dünyasının barmaqlı belə. Bunun üst tərəfi, barmaqların üst tərəfi türklərdir. Çox uzun bir Avropadan başlayır, gelir Asiyanın Çinə qədər. Bu qədər bu dairənin genişliğidir. Aşağı tərəf ərəblər var içində olduğu üçün orasını istəmirəm görək ki, çünki orada ərəblər də var, ayrı millətlər də var, əlbəttə türk də var. Amma o da odur. Tamam. Bütün türklərin eyni dildə birləşmələrinin mümkün olduğuna bu qəzetənin varlığı canlı bir dəlildir. Deyir, türklərin hamısı, bütün türklərin, dünyada yaşayan bütün türklərin eyni dildə, yəni türk dilində birləşmə, yəni müttəhid olmalarının, bir olmalarının mümkün olduğuna Tərcüman qəzetəsi bir dəlildir özü. Canlı dəlildir. Zində, farsça zində deyirlər. Canlı bir dəlil. Əbdülhəmidin son dövründə İstanbulda türkçülük axımı təkrar oyanmağa başladı. Əbdülhəmid
bir zaman üstə dedi də qabağını alarkən, sonra ki gördü düşmən çox güclü gəlir, masonlar çox güclüdürlər, şeylər çox iştibah elirlər. Hətta o salim məşrutəçilər iştibah elirlər, təcrübələri yoxdur, nə nizami, nə siyasi, nə idari, nə hətta qanunquzarlıq bilmirlər. Avropadan kopya istillər eləyirlər və nəhayəti buydu. Neynədir? Türkçülər güclənsinlər, İslamçılar güclənsinlər. Əbdülhəmid himayət elədi. Yəni, bir İslamçılar, bir də Türkçülər. Onun üçün Türkçülər də dedilər bizim İslam, Türk. Diqqət buyurun. Hətta bu Gökalpın da özü deyir ki, İslam, Türkçülük və Qərbin mədəniyyəti, teknolojisi xüsusən. Diqqət buyurur, əlbəttə deyəcək sonra. Mədəniyyəti deyir ki, biz gərək bunları sonra danışaq. Çox ciddidir. İranda da bu bəhslər 100 ildir ki, çox münhərif olubdur. Burada görəcəksiniz ki, İranda bizə bunları öyrətməyiblər ki, nə qədər bunlar qələt gediblər. Pəs Əbdülhəmid o zaman gəldi, məcburən İslamçılığı və Türkçülüğü himayə elədi. Buna görə ki, eləyə bilsin bunlardan bir güclü cibhə düzəssin düşmənin qarşısında və ayrılmağın qabağını alsın. Yəni, İslam altında ərəbləri eləyə bilsin, saxlasın. Məsələn, Hindistanı saxlaya bilsin. Ya, Hindilər bilirsiniz, şeyin əlinin altında idi. İngilislərin işğalında idi. Amma müsəlmanlar inanc olaraq İslam mərkəzini düşürlər və İslam mərkəzi xəlifəliyi İstanbulda idi. Xoşbəxtانه Türklər yəni xüsusən bu son zamanlar, əlbəttə mən taza bir Türkmənistan filmi də görürəm, çox gözəldir. Dostlara deyərəm bunu baxsınlar. Bozkır Arsalanı, fikirlən belədir, Arsalanı. Aslan deyə Arsalandı. Çox gözəl, bu da türkçülüyə gözəl bir serialdır. Dostlara önərirəm ki, həttən baxsınlar. İndi, Əbdülhəmid məcburən icazə verdi türkçülükdə, İslamçılığın kənarında güclənsin. O dövrələrdədir şey tapılır, Seyid Cəmaləddin Əsədabadi. Əlbəttə, o biridir. Bunda bizə İslam dünyasının teorisini elə bir ki, məsəl üçün, İranlılar buna sahib istəyirlər çıxarlar axı, farslar. Buna farslar, əlbəttə, bilirsiniz, Əfqanlılar da buna sahib çıxırlar, Türklər də buna sahib çıxırlar. Amma bəllidir ki, bu adam türkü bilir. Yəni, çünki gəlir, Osmanlıda yaşır adam. Formasyon da olur. Amma İslamçılıq zehniyyəti var. Və bunlar əlbəttə çox İslamçılı insanlar vardı. Maleziyadan tutmuş, Endoneziyadan tutmuş, Hindistandan tutmuş, bugünkü Pakistandan, Əfqanistandan, İran adlanan ölkədə, tam Türk ölkələrində, Rusiyanın işğalı altında olan ölkələrin hamısında bir İslamçılıq və Türkçülük başlayır. Ki bilirsiniz, Azərbaycanda da buracan mütəəssifانə biz tanımadığımız üçün deyirik və yoxdular. Amma o Urmiyəli Qərb Azərbaycanlı Subatay, Cəmşid xandır, əgər iştibah eləməsəm, onu da bəlkə gördük burada. Onlar şeydilər, bu ciddi türkçüdülər. Hətta beləsi deyim, buyurun, Azərbaycanda, yəni İran adlanan bugünkü ölkədə, türkçülüğün dədəsi məncə, türkçülüğün dədəsi Məhəmməd Şah, Məhəmməd Əli Şah. Yəni, axirin şah ki, məclisi topa bağlar. Əhməd Şahın dədəsi. Türkçülüğün dədəsi o. Amma Təbrizlərin adına deyiblər ki, Təbrizlər bilirdilər bu diktatordur, elədi, canidir, filan, bəhmandır. Niyə? Çünki onlar tarixi bizim ziddimizə yazıblar. İstəyirlər ki, Məhəmməd Əli Şahı, Məhəmməd Əli ya Məhəmməddir, bu şahı, Məhəmməd Şahı şey eləsinlər, qaralasınlar. O halda ki, bu adam Təbrizdə hökumət eləyibdir.
Təbii ki, bir dənə hakim əmniyyətə hər kəs vursa bir-birinə tutar. Məşrutənin kəlməsini işlədən, imzalayan bu adamdır. 2 ildə gəlib Tehranda məşrutəlilərin keçinib, 18 ay keçinibdir. 2 dəfə bunu terror eləməyə çalışıblar, həman rusdular. Yəni, Axundzadənin adamları. Əmoğlu filan. Gəliblər bunu terror eləsinlər bu şahı. Bu şah görüb ki, parlimanda fəqət Tehranın, İsfahanın, Şirazın, Kaşanın, Simnanın nümayəndələri türklərdən onlar qat çoxdur və istədikləri adamı vəzir edirlər. Onun üçün o Cəmşid Subataylı da deyir ki, Tehranda kabinet, yəni vəzirlər hamısı 4-5 dənə rəşlidən ibarətdir. Yəni farslardan ibarətdir. Və bunlar ariyaçılıq edirlər. Türkləri həsv edirlər, silirlər və bunu şah görür. Şah bunu görür, hətta Cəmşid Subataylı. Onun üçün məclisdə Farsla Türk arasında bir dava çıxır. Terror edirlər farslar bunu. Hamı terror edirlər. Farslar tamami şəhərlərdə İngilislərin köməkliyi ilə, çünki farslar terror başarmırdılar o zamana qədər, amma əlbəttə farslar bilirsə İslamdan bizə terrorçu bir millətdir əslən. 4 xəlifənin 4-ü də ehmalən heç olmasa 3-ü farsların əli ilə ya nəxşəsi ilə terror olubdur. İsmailiyyə, indi də bu seriallarda görürsünüz, mütəəssisənə bu Türkiyədə olan serialçılar demirlər farslı İsmailiyyə və Türk əleyhidir. Yəni hələ bunu düşünməyiblər. Onu bir siyasi cərəyan görürlər. Siyasi cərəyan deyil. O bir milli cərəyandır, farsı şovinisti bir cərəyandır. Dini çeviril bir ayrı bir sistemə oradan gəlir və başlayır qətlə. Amma o gündən bu günə bunlar Qacar dövründə xüsusən son zamanlarda tamam şəhərləri qatdılar bir-birinə. Hər yerdə terror, şuriş filan ki, qoyuna olsun, usyan olsun, dövlət müstəsəl olsun, eləyə bilməsin, kontrol eləsin. Bir dana buradan quldur biz çıxadaq, Rıza Şah adını da gəlsin, onlar sakitləsin. Onları sakit eləyəndən sonra millətin arasında məhbub olacaqdır, seviləcəkdir. Seviləndən sonra da bunu şah eləyəcək. Bərnamə, uzun bərnamə, amma bunu Qacar padişahından sonra bir də bir neçə fərmandehdən sonra heç kəs bilmir. Ona görə də görürsünüz ki, Qacar padişahının qardaşları ki, yüzlər qardaş oğlusu, dayıoğlusu var, yüzlər. Bunlardan 3'ü yanında durur. 3'ü. Gəlirlər, savaşırlar 2 dəfə. Genə məmləkəti almağa çalışırlar. Gəlirlər çox yaxına, amma təəssüflə biri güllə dəyir ölür, birinə top dəyir ölür, biri ki daha axirdə görür ki, tək qaldı, gedir, qeydir, genə Rusiya. Türkçülüğün savaşı var orada. Amma bunu bizə farslar deməyiblər, türkçü savaşıdır. Deyiblər ki, məşrutə ilə məşrutəçi zidləri. Məşrutəni bunlar imzalayıblar. Bunlar veriblər. Məşrutənin qanununu belə bunlar yazıblar. Məşrutəni yazan belə Qacarlılardır. Bu Qacarlar yazan məşrutədə, məşrutəyi məşruədən söz yoxdur. Qanun əsasının mütəmmimində məşrutəyi məşruə var. Yəni farsların dönəmində məşrutəyi məşruə nədir? Vilayət fəqihdir. Vilayət fəqihin birin payası məşrutəyi məşruədir. Yəni vilayət fəqih, molla. 5 dənə molla olmayacaq, olmasa məclisdə və qanunu təsvib eləməsə Şurayı Nigəhbani qanun əsası, qanunu əsasının və qanunların heç birinin etibarısı yoxdur. Bunu kim elədi? Tehranın nümayəndələri, Təbrizin və Azərbaycanın nümayəndələri getməmişlər hələ Tehrana. Və əqəlliyyətdə idilər türklər. Diqqət buyurursunuz, bizə bunları demirlər tarixdə, İran tarixində. Onun üçün biz deyirik ki, Qacarlar, Qacar padişahlığı, xüsusən son padişah, məclisi topa bağladı. Yox, farsları topa bağladı. Ora farsların, hər nümayəndə özünə bir şey düzətmişdi. Bir nizami quruq düzətmişdi. Silahlı quruq düzətmişdi. Və terror edirlər, adam öldürürdülər. Öldürməyə dəstur verirdilər. Ruznamələri var idi, yazırdılar ruznamədə filan kəsi öldürür. Yəni bu qədər. Bunları bizə demirlər. Bunları deməklər üçün biz də gedib oxumuruq. Biz də tənbəl adamlarıq. İstirik farslar yazıblar, gedib oxuyaq da. Farslar yazıblar, oxuyarsan fars olarsan. Türk danışarsan, amma fars olarsan. Düşüncən farsdır. Zahirən dilin türkdür, amma sən farssan. Tamam. Rusiyadan İstanbula gələn Hüseynzadə Əli bəy, diqqət buyurun, bir dənə adam gəldi.
təbbiyyə də türkçülük əsaslarını anlatırdı. Demir ha, yenə diqqət buyurun. Dedim, burada türkçülük hələ əvvəl mərhələlərdə hələ düşünmür adam. Bizə tay. Biz deyirik İran, Azərbaycan. Rusiyadan İstanbula gələn kim? Hüseynzadə Əli bəy. Adı budur elə. Tibbiyyədə, yəni danışgah-ı pizişdə, yəni tibbiyyə, tibb fakültəsində, ya bu adam döktürdü. Diqqət buyurun, savadlıdır, yüksək savadı var. Amma türkçüdür. Gəlibdir, tibbiyyədə pezeşki dərsi verir. Türkçülükü əsaslarını anlatırdı. Bizim də danışgahda ustadlarımız var, farsça, türkçə, türkdülər, geliblər İranın başında dərs deyirlər. Hətta türk dilində dərs deyirlər belə. Türkçülüğün əsasları nə? Ya bilmirlər, ya öyrətmirlər. Elə bir ki, bunları tutub aparacaqlar. Ağa, sən de da, deyilən ki, filan kəs tarixi de. Heç olmasa deyilən tarixdə belə düşünülür. Daşsın bilsin ki, sən müstəqim deyəmirsən, qeyri-müstəqim bilsin ki, tarixdə türkçülük beləymiş. Turan ismindəki şeiri Turancılıq idealının ilk örnəklərindən idi. Bu, Hüseynzadə Əli bəyin bir şeiri var. Adı nədir? Turan. Bu bəs ismində, yəni şeirin adıdır da. Şeirin adı Turan. Turancılıq idealın, diqqət buyurun, indi türkçülük Turançılığa anlam gətirir. Turan topraq olur, millət olur, belə bir şey. Bu da fikir ki, bilmirəm hardan gəlibdir. Bəlkə Firdovsidən alınıbdır, bəlkə əski türkçə ilə Turan deyilirmiş, bilmirəm. Onu mənim təxəssüsümdə deyil. Hər halda Turancılıq idealın, ideal dedik, arzular, fikirlər, düşüncələr, yüksək arzular, əl tapmamalı. Hətta onlar arzulursan, amma elə bir deyirsən, Allah, nə olar o göyün əlində ola. O mənim ola. Yəni, sənin indiki zorun çatmır alırsan, amma arzulursan. Onu qurursan zehnində. Biz gərək onu alaq, amma indi mənim zorum çatmır. Örnəklər, yəni nümunələr. Nümunələrindən biridir. Yəni bu şeir Turancılıq fikrinin örnəyidir, nümunəsidir. Yunan savaşı 1897-də Osmanlı ilə bir savaş olub, adına Yunan savaşı deyiblər. Yunanlılar savaşıblar. Elə bir şey, biraz da Türkiyə, bugünkü Türkiyəni birazını işğal ediblər. Əslində Osmanlının bir torpaqlarını işğal ediblər. Başladığı sırada yəni zamanda, dövrdə. Sıranın bir dənə mənası bilirsiniz də, yəni səhv, farsda səhv, ərəbcə səhv deyirik. Səhvin mənası ərəbdə ayrıdır. Farsda səhv, adamlar bir-birinin dalına düzüləndə deyirlər səhv. Biz buna sıra deyirik türkcə. Sıra məndədir, sıra səndədir, yəni növbət. Sırasında yəni torpaqlar alınırdı, bu da biridir. Türk şair Məhəmməd Əmin bəy. Bir dənə fərdə adam adı var, o dövrdə ki, Yunanlılar gəliblər, Osmanlı torpaqlarını işğal edirlər, savaşırlar, torpaq almaq üçün. Bir şair var, adı Məhəmməd Əmin bəy. Deyir ki, mən bir türkəm, dinim, cinsim uludur. Bir dənə bir şeir yazır. Sonra deyir ki, dizəsi ilə başlayan ilk şeirini yayınladı. Deyir ki, o dövrdə bu şair belə bir dizəsi, yəni düzülmüş bir şeir yazdı. Mən bir türküm, dinim, cismim uludur. Ulu yəni yüksək. Müqəddəs. Çünki dostların biri də deyir ki, hər şey ki müqəddəs olur, onu şey eləməyək. Yox, bəzi şeylər müqəddəs olmalıdır. Millət, vətən, dil, torpaq, ana, dövlət müqəddəs olmalıdır. Dövlət adamları yox ha. Dövlət
hakimiyyət əslində. Hakimiyyət. Türk hakimiyyəti müqəddəs olmalıdır. Amma dövləti bir gün bu olar, bir gün o olar. İdarəçilərdən danışmır. Məncə müqəddəs bir şeylər olmalıdır. Dünyada çox şeylərin, hətta demokrasinin müqəddəsləri var. Demokrasi özü müqəddəsdir. Demokrasinin inanan insanlara demokrasinin usulları müqəddəsdir. Oradan ki müqəddəs deyir ki, demokrasinin ziddinə bir hərəkəti qoymazlar. Bu qədər müqəddəs. Bir növ diktatoriya demokratik. Onun üçün dünyada müqəddəs bir şeylər var. Dizəsi ilə başlayan ilk şeirini bu şairin birinci şeiriymiş, yayınlayıb o ildəki Yunanlılar həmləçət ediblər. Bu iki şeir xəbər verirdi Hüseynzadə Əli bəy Rusiyadakı millətçilik axımlarının ətkisi ilə türkçü olmuşdu. Deyir, bu şeirlər göstərirdi ki, bu iki şeir xəbər verirdi ki, Hüseynzadə Əli bəy Rusiyadakı, yenə də deyirəm da, burada biraz şeydir, millətçilik axımlarının, axım dedikdə, yəni su axır. Axım cəryanlarının ətkisi ilə, əsərində, təsiri ilə türkçü olmuşdur. Özəlliklə daha kolejdə ikən, kolej college, buna bəlkə Fransada kolej deyirlər. Onun üçün Türkiyədə də buna kolej deyilir indi, ya kolej deyilir. Onun üçün deyir ki, özəlliklə, xüsusən daha kolejdə ikən, yəni danışqahda dərs oxuyarkən, kolejdə ikən, Gürcü gəncilərindən son dərəcə millətçi olan bir arkadaşı ona millət eşqini aşılamışdı. Bir o zaman ki bu şair kolejdə dərs oxurdu. Baxın, diqqət buyurun. Mədrəsələrin təsirinə diqqət buyurun. Kolejlərin dərsinə diqqət buyurun. Müəllimlərin təsirinə. Kiminlə dost olursunuz, onun təsirinə diqqət buyurun. Deyir ki, bunun bir dostu var idi kolejdə. Bəlkə bir otaqda yatırdılar. Bir yerdə çörək yiyirdilər. O Gürcülü idi. Gürcülər türk deyil də ya. Dinləri də Məsihdir. Əksəriyyətini. Əksəriyyət türk deyirlər, amma türkü başarırlar. Bu günlərdə mən eşitdiyim qədər çoxu İngilisi başarır. Gürcü gəncilərindən, gənc cavanın, cavan biraz belki olur, cavanın türkçəsi gəncidir. Gənc, Farscada bilirsiniz, xəzinə, xəzanə, gizli bir xəzanə, ya elə aydın bir xəzanə. Cavanlığa gənc deyirik biz, xəzanə deyirik. Diqqət buyurun, görün nə qədər gözəldir. Cavana gənc deyirik. Gənc yəni xəzanə, bir millətin xəzanəsidir. Əgər bu cavan qaçırsa, əgər bu cavan fars dilində danışırsa, əgər bu cavan öz millətinə inanmırsa, yəni o xəzanə bizim əlimizdən. Ona söyüş verməklə qeytərə bilərsiniz, söyüş verin. Fikir eləyin, bəlkə xidmət edirsiniz türkçülüğa. Siz türkçü dəyirsiniz. Gürcü gəncilərindən son dərəcə millətçisi olan bir arkadaşı. Arkadaş da deyirlər, arkadaş da deyirlər. Arxa bizim dilimizdə bir daha, ya bel, dalımız. Deyirik ki, filan kəsinin arxanda dursa. O da xalqlarımız xod, ya kod. Bu xodun biz buna ərxəlik deyərdik. Arxalıq. Yəni bunu belimizə giyərik da. Arxamıza giyərik. Belimizi saxlasın. Arxalıq deyərdik. Arkadaş da yəni bir adam ki, mənim belimi gözlür, ona etimad edirəm, güvənirəm, güvəndiyim üçün ona dayanıram, bel-belə mübarizə edirik. Arkadaş belə bir anlamdadır. Arkadaşlar fikir arkadaş olar, yol arkadaş olar. Yəni, arkadaş deyir Türkiyədə, çünki Türkiyədə x götürülübdür, onun yerinə arkadaş deyilir. Amma arkadaş yazılıb, 100 bundan qabaq arkadaş yazılıb. Onun bir dostu, arkadaş yəni dost. Dedim da, indi tozih verdim nə cür bir dost. Hər dosta deməzlər dost. Qız dostuna arkadaş deməzlər. Bizim dilimizdə qız dostuna
Əri olursa ya olmazsa oynaş deyərlər. Çünki bundan oynuruq, bundan yaşamırıq. Yaşamırıq ki, siz bir evin altında biri doğa, biri yay gedərlər, işləyərlər, gətirərlər, yeyərlər. Acılıqda da biri olalar, toxluqda da biri olalar. Mərz deyəndə də. Amma sən eləyə bilərsən ki, yoldaş, yəni oynaşın olar. Nə cür? Oynarkən necə gedirsən futbol oynayırsan timdə, gol ya böyük gol oynayırsan. İndi göylün üstü gedirsən bir ayrı xanımla biraz oynayasan, keyf eləyəsən, pul xərcləyəcəksən təbiətən. Gülə-gülə gedəcəksən. Bədənin iyi verməyəcək, ağzın iyi verməyəcək, baş gözü təmizləyəcəksən. Təmiz gedəcəksən, biraz onunla xəlvət eləyəcəksən, sonra çıxıb gələcəksən. Amma evdə o cür olmursan. Evdə şalvar farsça sözdür. Tuman paçalı oturursan, baş gözüvə yetirmirsən, paltarı giymirsən, ot kolun vurmursan, ağzından iyi gəlir, ayağından iyi gəlir, amma gitmirsən. Arvad da kişi də fərq eləmir. Ha, bunu hər ikisinə deyirəm. Ər-arvadlıq, əlbəttə doğru ər-arvadlıq deyil. Doğrusu budur ki, ər-arvadlıq dostluq kimi olmalıdır. Onun üçün Kuzey Azərbaycanda həyat yoldaşım, yoldaş. Amma bizim dilimizdə qız dostuna əri ola olmaya, oğlan dostuna əri ola olmaya oynaş deyilir. Yəni baxın, həm oğlana oynaş deyilir, həm qıza oynaş deyilir. Buna görə ki, bunlar oynayan zaman gedildiğini görürlər. O zaman ki çiftləri sazdır. O zaman ki çiftləri nazdır. O zaman ki cibləri boşdur, bir-birlərini görməzlər. Çünki zindicanlıq həmişə oynamaq deyil. Çünki zindicanlıq çox azdır. Türkçənin bu qədər gözəl sözləri var. Yəni bu necə laflar, necə bizim əsirciklər və necə biz bu dilin ölümə hazır olmalıdır. Bizim kimi bir millətin ki, öz dilinin, ölümə hazır olmaya isarətdən başqa bir yol yoxdur. Və isarətdən çıxarmaz illa bu ki, dili millətində ölümə hazır olur. Ölə və ölə. Nəinki ölə ha, öldürə. Savaşda ölsə də ölübdür. O, gürcülü gəncilərdən son dərəcə, yəni çox bir ifrati indi, son dərəcə, yəni ifrati. Çox yuxarı səviyyədə milləti gürcülüçü idi, gürcü millətçisi idi. Bu adam bununla, bu şairlə dost olduğu üçün ona millət eşqini aşılamışdı. Aşılamaq nə demək? Diqqət buyurun, bu da çox gözəldir. Əvvələn, indi bu günlər aşı deyirlər, yəni vaksən. Vaksən nə deməkdir? Bir dana mərisilik gəlir. Onu vurursunuz ki, o mərisiliği tutmayasınız. Siz bir dana İrancılıq gəlir, Türkçülüğünlə onu qalırsınız, İran olursunuz, bu aşılırsınız. Diqqət buyurdunuz, aşı alırsınız. Bu bir İrancılığa qoşulmursunuz. İrancılığın bağında bir işlər görür. Oxursunuz, tarix həlli oxursunuz, tarixi biraz məntiqi baxırsınız, biraz cəngi rəvanisini nəzərə salırsınız, filan baxma. Sonra bunu öyrədirsiniz insanlara. İnsanlara nə edirsiniz? Aşılırsınız. Onları farsçılığın qabağında məsun edirsiniz. Qızlarınızı, oğlanlarınızı, bacıları, qardaşları, dostları, filanları mediada, sosial şəbəkədə bunları danışırsınız. Bunları yazırsınız. Bunlarla nə edirsiniz? Müxatəblərinizi aşılırsınız. Yəni, farsçılıq əsərin qabağında, İrancılıq, panfarsistlığın, hətta Azəriçiliğin qabağında onları aşılırsınız. İndi, aş özü nədir? Aş özü bilirik da, biz aş pişiririk, yerik. Yəni, indi Türkiyədə yeməklərin hamısından üstüdə aş deyirlər. Aşımız nədir? Yəni, yemağımız nədir? Biz yemək deyirik. Onlar da əlbəttə yemək deyirlər, amma biz çox aş deyirlər. Aşpəzbaşı da orada. İndi bir şeyi pişirmək bəsdir. Bir şeyin əvvəliyyələri, lazım olan maddələri alacaqsan, zehnində var nə pişirəcəksən. İstəyirsən, ət şorvası pişirəsən, abquş yox. Abquş farscadır. Ət şorvası, biz buna qədim deyərdik. Bizim müxtəlif şorvamız var idi. İndi Türkiyəyə gedirsiniz, supa deyirlər şorba. Niyə? Suludur. Hər şey sulu olardı, ona biz şorba deyərdik. Biraz yağlı olardı. Yağlı. Məsələn, yumru şorbalarımız idi. Müxtəlif şorbalar var idi. Mənim indi yadıma çox gəlmir, amma mən öz uşaqlığımda yadıma gəlir. Deyirlər şorba, ət şorbası.
Soğan su. Soğanı sarı yağla tökərdilər, qızardardılar sarı yağda. Buna su vurardılar. Olardı soğan su şorba. Buna çörək tilit elədilər, yeyərdilər. İndi biz istiruq bir yemək düzəldək. Nə mənə? İstiruq məsələn, indi dünyada pizza deyirlər. Biz ona pizza demirik. Biz ona məsələn deyirik qalın. Yağlı qalın, ya məsələn çükə, yağlı çükə, ətli çükə, içli çükə filan. Bunlar indi onun adına bunlar deyirlər pizza. Mən demirəm deməyək pizza ha. Amma makaroni həman ərişdə deyirdik biz, rişdə. Həmandır. Bunlar sonra gətiriblər, dəstgahla kəsiblər, hamısı bir əndazədə çıxsın, biz bıçaqla kəsirdik. Hətta mən 2-3 il bundan qabaq getmişdim Türkiyəyə, ata-anamı gəlsinlər orada görüm. Mən özüm əlimdə rişdə kəsdim, bıçaqla kəsdim, sonra da qurutduq, sonra da ondan aş bişirdim. Hə, zehnində olur ki, mən aş bişirəcəm. Nə aşı bişirəcəm? Falan aş. Nələr lazımdır? Göy-göyərəndə bunu vuracağam, yeməli də bunları vuracağam. Məsələn, mümkündür ağartı vuram, yəni qatıqdan ya abdıq deyirəm ayran vuram, ya məsələn mümkündür buna zehninizi saxlayırsınız. Sonra bunları alırsınız, gətirirsiniz, toplursunuz. Sonra bunları qatırsınız, nə cür bişirirsiniz, nə cür bunların hamısı, sonra bunları nə cür çəkirsiniz, qaba nə cür yeyirsiniz, nə cür sonra yığırsınız. Bu prosesin hamısı aşdır. Aş bişirməkdir. İndi aşılamaq da eyni buna tay. Sizin əvvəldə bir türkçülükdən zehniyyətiniz var. Sonra bu zehniyyət əsasında təhqiq edirsiniz, materialları yığırsınız, maddələri yığırsınız və lazım olan vəsailləri yığırsınız. O şeylər ki, lazım deyil və bu aşpəzliğin ziddidə olaraq atırsınız kənara. Siz hər aşa yoğurt vurmazsınız, qatıq vurmazsınız, ya ayran vurmazsınız, ya qurut vurmazsınız. Çünki bəzində vursanız xarab elər. Bəzi aşı gərək daimən çəvirəsən. Çəvirməsən, çürüyər. Bunun üçün siz aşılamaq da belədir. Yəni, siz gərək doğru biləsiniz əvvəl planı. Plan zehninizdə ola, onun maddələrini toplayasınız, ondan sonra bunu adamlara müntəqil eləyəsiniz. Türkçülük bu cür deyil, gələk, yox, hə, mən türkçüyəm, tamam, 2 dənə də söz eşitdim, getdim. Yox, iş başlayır. İş başlayır. Müsəlmançılıq kimi bir şeydir türkçülük. Müsəlmançılıq əvvəl deyirsən, əşədən la ilahə illallah, əşədən də Muhammedən Rəsulullah, iş qutarmır. Ondan sonra filan şeyin başını kəsəcəklər, ondan sonra gündə 5 dəfə namaz qılacaqsan, ondan sonra bir ay ildə oruç tutacaqsan, ondan sonra xümus verəcəksən, ondan sonra zəkat verəcəksən, ondan sonra həccə gedəcəksən, ondan sonra cəhad eləyəcəksən. Prosədir. Türkçülük də bir prosədir. Dostlar, 18-ci səni oxuduq, hava çox istəyir, mən də getməliyəm. O 18-ci səhvəyə yetişdik. Yarın inşallah, yəni sabahları, əgər ömür olursa və vaxt olursa, mən 18-ci səhvəni sizin üçün oxuyacağam, özüm üçün oxuyacağam. Dediyim kimi, bunu əslində mən özümə oxuram, sizlərə oxumuram və istəmirəm sizlərə kilas qoyam. Çünki vaqəən kilas qoymalı deyiləm. Çünki savadım yoxdur. Mən türkcədə xüsusən fəlsəfi, elmi, ictimai, siyasi türkcələrdə mütəəssifanə sıfıram, sıfır. Onun üçün oxuyuram, dostlar irad çıxasınlar və desinlər ki, biz düzün oxuyuruq, başlasınlar oxumağa. Sağ olun, sağ qalın, təşəkkür edirəm. Gələn dəfə görüşmək ümidi ilə yaşayasınız, sağ qalasınız. Hava burada çox istidir, 30, neçə dərəcə.